oyaq qala bilmirsən? Bizon Ice Coffee ilə yuxusuzluğu alt-üst et. Əsrlərdir öz sirrini qoruyan sonsuz dərinlik, təbiətin digər möcüzəsi ilə birləşir. Patron, dəniz duzunun günə baxana saf toxunuşudur. Patron, kimyəvi maddələrdən uzaq, ləzzətin keyfiyyətə sadiqliyi nümunəsidir. Unudulmaz anların ən ləzzətli dostu. Patron, ən səmimi anlar üçün. Yeni ildə mebellərinizi Bizim Ev Mebel şəhərində yeniləyin. Bizim Ev Mebel şəhərində 100-dən çox mağazamızda rahatlığınıza və zövqünüzə uyğun yumşaq, yataq, gənc və ofis mebellərini tapa bilərsiniz. Hər büdcəyə, hər zövqə uyğun mebellər üçün sizi Bizim Ev Mebel şəhərinə dəvət edirik. Ünvan: Bakı-Sumqayıt şossesi, 7-ci kilometr, Riyad Ticarət Mərkəzi. Patronun, Bizonun və Bizim Ev Mebel şəhərinin baş sponsorluğu, Smart boyalarının xüsusi sponsorluğu ilə İki qapı arasında serialı başladı. Duyğudur dəsən. Mən burada tusta baxdım. Çimdi qapınızı döyə. Ay Şağatan evdədir. Ata səni çağırırlar. Ay Şaşat dərsi qalxı. Buyurun, salam. Saçım yaxşıdır. Yaxşıdır. Gəlmiyorlar da içəri olur. Olar, sağ ol. Mütəşəkkir. Geç. Buyurun, nə lazımdır? Biz yol çəkməyə gəlmişik. Yol çəkmək nədir? Yol çəkmək nədir? Qulaq as. Çox deyirdin özündən sən yol çəkməyə. Gedəcəksən bəs nə oldu arzun İsmail? Bu nədir? Çoxluq alandın, ay aman yolda dayandın. Bəs nə oldu tikintiyə getmədin qaldın. Hey, getmədin qaldın. Bir dəqiqə haranı xəstəsi var. Bir dəqiqə qulağın dibindən qoyacam, mühürləyəcək. Nə lazımdır? Biz şəhər salmadan gəlmişdik, reis dirəmdən. Reislər nədir? Reis deyir, çox deyirdin, özündən sən yol çəkməyə, gedəcəksən, bəs nə oldu arzun İsmail? Nədir yol çəkməyə? Yadıma düşdü, bildim, başa düşdüm də yadıma düşdü. Onu bir aydın danış da, kimsən, kimin balasısan, bu yol çəkməyin bizdən nə əlaqəsi? Bir aydın danış, mən sən başa düşüm, qavrayım. Sizin eviniz plana düşüb, sənədləşdirməni eləyirik, bəlli bir məbləğ pulunuzu alırsınız, evdən çıxırsınız. Yox, biraz təmkinlə. Nə qədər pul verirsiniz? 300 min. 300 min nədir? Sənin başın qaçıb. Mən 3 dənə ata evini, ata yurdunu 300 minə satan oğlu. Mən atamın ruhunu bu evlərdə gəzdirirəm. Mən atama naxələv evlad olmamışım. 300 min ata evini satan. Mümkünatı yoxdur, hə? Müəllim, 3 ev nədir? Biz bu evə 300 min veririk. Ömrdən bu daxmı 300 min? Bəli. Yox, indi ata deyirəm çox. Mən atya bağlı evlad olmamışam. Rəhmətliyəm Şamaya deyirdi ki, Allah şunu rəhmət söndür, eləsin. çıx çölə. İndi Bir başa Fatihə düşürəm. verək. Yox, sonra iş eləyədik, davam eləmiş. Onda nətər edirik? Şərtlər nətərdir? Atan deyən kimi, qapını bağlayırsan, işıqları söndürsən, açar versən mənə, sabah da gəlsin, pulunu götürüb çıxıb gedirsən. Ona deyirlər, Allah xeyir versin. Allah xeyir versin. Versin. Yox, nəyəm lazım da. Gəlirsən. Oldu. Buyurun. Sabah sən buradasan. Nə qəşəng oldu. Əslində belə olmağı yaxşı oldu da. Bacımla yola getmirsən. Yox, üzrsən. Bacım səndən yola getmir də. Səni çox üzr görürəm. Sən aydan arı sudan durursun. Bacım amma fitnə salır, beynini yeyir. 2-3 dəfə də mənim soydu ki, qara sarıdan yaxşıdır. Nəysə də deyir ki, qara sarıdan yaxşıdır. Deyir ki, onun saçı qara olanda daha yaxşıdır, sarı olmağı. Nəysə, şeytan lənət, çox dərinə getmir. Əsl odur ki, köçürük, qulağımız dinç, xoşbəxtçülük, danışmana. Nə yaxşı oldu, ay Sadiq deyirəm, belə evimizin plana düşmək. Görürsən, pul ha vaxta verərlər. Biz bugün çıxırıq, sabah gətirlər 300 mini verirlər. Heç kim rəqəmi bilməsin, bir daş alsan bir daş. 300 min. Ata, qaynanan səninlə danışmaq istəyir. Qaynam kim də? Nənəm də. Dönün nənəm səninlə danışmaq. Qaynam nə? Sadə bir uşaq böyüyü və elə bir ikinci kuruqdur yaşayır. Bir uşaq. Canım qaynam, hay can. Can. Hay belə, mən sağ qurbanım, nə olur bunu yemək şey. Daha bir balaca evimizdə işlər var, təmir elətdirəsiyik. Ona görə bir iki
Plana düşür. Sən nə bilirsən? Demirsən bunu? 190 mı? 3 rəqəm də demirsən? Ha demiş. Hə, 300 mi? Hə, uşaq düz deyir. Nə ehtiyac var ki, balam qurbanı? Hə, heç nə. Hə, bilmirəm hara para. Sizə gətirək. Anam deyir, bizə gətir uşaqlar. Hə, 3-4 gün elə sizdə qalsın da çox sağ ol. Hə, 150 min. Nə 150 min? 150 min sağ pul verim sizdə qalmanı görə. Ha, öz balağında nə vaxtdır güzel. Qəpik də verməyəcəm. 160-a qalxdı. Ha, qəpik də verməyəcəm. 40. Yaxşı qiymətli razılar. Ha, 40'ına da gəlib, 50'yə də gəlib. Daşına fikir ver, ha. Bir də nənən zəng eləyəndə denən atam evdə yoxdur. Boşuna dönüm. Hər şeydən nənənə demədi ana. Böyle şey yoxdur. Nə dedi mamam? Dedi gəlin bizdə qalın. Ha, tökülüb deyər, pulu yarı böyle. Mən bilirəm sizi hara aparacam. Şələşləyin yıxın. Hə, Sıda bəy, yarım kilo da o pişilədi 1600 manat. Hə. Yaxşı. Bu nə da bacı? Qara quraşlarla məşğulsan. Qara qura işlər deyil. Zəfərandır, sən bilməzsən. Zəfəran nədir? Dedim, sən bilməzsən. Ha, bilirəm zəfəran nə? Deyirəm bu zəfəran hardandır? Atamdan deyirəm kişinin dirisi də, ölüsü də ruzu idi. Dədəm gecə yuxuma girmişdi. Dedi, qızım, gəl məni bir ziyarət elə. Ha, yaxşı sən deyir, mən irfələrəm, mən getmirəm, mən girməsin. Getdim, nə görsəm yaxşıdır. Ha, gördük, irfələndiyində. Mən boyda zəfəranlar. Yığ hayıq, yığ hayıq, yığ hayıq, yığ. Al, xoşmaz. 10 kilo. Ay, ne güzel de. 10 kilo, yarım kilosu 800'den. Bazı part satırıyor, kliyentlerinde hamısı paylaşılır. Zaten bir katı 1 kilo 1600 manat verir. 10 kilo almalarına. Yaxşı da. Bir tır alma yazdı. Eşitdilər, hə. 16 min. Hə. 16 min pul var. Ha şeydir, o 800 min mənə ver. Bir qanqaraçılıq olmasın da böyle de. Bacı qardaşıq da, ata sən də atandır, mənim də atamdır. Xeyr ola. Düşdü ama bu evin kişisi var. Fazil'lə mənim payımdır. Sen niye ortak çıktın ki? Fazil kimdir? Yad adamdır qadın. Mənim atamdır. Atamın yasını mən elədim. Mağar dediniz, dedim ki, mağar qurdum. Yaxşı. Molla dediniz, gətirdim. Yaxşı. Az qala ehsan verirdim. Pulu zorla yığdım, camaat pul vermirdi. Yox, ne oldu indi? Atamın torpağı mümbit deyin, əlinizə gələni əkirsiniz, pişirsiniz, milyon qazarsınız. Nuri tökərəm o qəbri şoran torpağa döndərəm. Traktör gətirir şumladarım. Gətirə kimi bölürüm, var içi də. Badar eləmə, mən elə evladım. Yok, gel bir polise dedim, beni bir tuttu. Danıştı. Bu partiye ben götürdüm, gelen partiyada sen götürürsün. Ne olup ki? Bu Gələn partiyama 15 yola da çıxsa mənimdir. hamısı senindir. Hə. Hamısı Birdən senindir. gələn partiya səfəran çıxmadı. Çıkışıqdının min bir torpaqdır. Kartofu var, soğanı var, göyərtisi var. Hələ mən oradaki İki pamirdə... dəfə getmişəm, alaf yıxmışam, heç nə çıxmır. Mən Yaxşı, gedəndə bu yaxşı. gedəndə səfəran İstəmə. Yaxşı, yaxşı, sən dəyan olsun, eşitəm. Bu şey eləsin, sən götür, bu 2 gün sevgi gələcək, bu evdə qalacaq, onu yola ver, bir daş altdan, bir daş üstdən, səfəran da sənin olsun. Sən bacın kimi yola verməyib, istəyir belə Bacımın gəlsin, qadası. lövbər salsın, illərlə qalsın. Bacımın qadasısan, tutar Amma ki, Hadi. bu evin bir kişisi var. Aha. Fazillə də məsləhətləş hər halda. Həyat yoldaşımdır. Fazillə niyə məsləhətləşirəm? Sağ dedim də, Fazil evin kişisi olduğu qadın alım. Niyə? Ay, bacı toy günü Fazilin başını bəzədik, evə gəlin kimi gətirdik. Nə oldun dikləndi, var, ev yox. Sən oraya getmişsən, Fazil bu evə Nə gəldi. olar ki? Özü bəzədik nədir? Bacım bəzənmişdi. Nə danışırsan, hə mənim kişim barədə bəzənib gəldi. Evin sübutalini, dokumentalini kişisidir. 2 diplomlu ərim var. Sən nə danışırsan sən? Ərin ölsün, ölsün. El arvadların ölsün, görürəm gününü. Fazil ölsün, Görürəm. ölsün Fazil. Hə, niyə ölür ki? Niyə ölür? Niyə deyirsən arvadların Hələ ölsün? sağdır bacını yeyirsən. Ölsə gör nə olar. Ölsün Fazil. Yegiş kızım. Yegane oğlum. Bir oturma, bir öküz yiyen pehlivan mı görmemsen? Beyləyi deyirsən qız, Ilgül.
7777 dəlisiyle Çənlibeldə at oynadan İkizimi görməmisən? Koroğlu'nu deyirsən, Qızılgül. Yox. Xala. Ağacı kötüyündən çıxardım, çeynində fırladan o ozanı görməmisən? Sobanı deyirsən sən. Caban ne diye? Uğur mu deyirəm, uğur mu? Uğuru deyirsən. Öyle deyirsən, denən uğuru hardadır, uğuru görmüsən. Elə niyə deyirsən? Denənin bir baxışla iki ailəni dağıdan uğurum. Can uğurum. Denən yağlı yeyəndə qız təzyiqi qalxan uğurum. Belə denən. Can uğurum. Kılıç altından keçip qamışlıqda gizlenen o ikidimi görməmisən? O yalıncıqdır qız. Uğuru deyirsənsə uğuru görməmişəm. Görməmsən də görməmişəm də vaxtımı alırsan burada Deyirəm məni. də bəlim. Canay uğur, canay uğur. Başa düşdüm, indi sən sevginin kiraya qaldığı evimizi 300 minə satdın, getdi. Hə, yaxşı, sevgini niyə çıxartmırsan hələ də evdən? Hə? Çıxarda bilmirəm axı. Niyə çıxarda bilmirsən? Şey görə də elə bu kiraya qalır. O kirayanın pulunu bərbaşdan veribdi. O kirayanın vaxtı bitməyinə bir gün qalıb da. Bir günə görə niyə bütün pulu qaytarım? Deyir onda hamısını qaytar. Mən ziyan eləmək istəmirəm. İstəyirsən gələm çıxardım. Sən alıb qoy qalsın. Başımız belimiz gedəcəkdir. Dizin denə. Pula görə deyirsən yoxsa atanı baldan ayırmaq istəmirsən? Atanı baladan ayırmaq nədir Sadiq? Hə, pula görə deyirsən. Heç də mən yedim. Hara gedirsən? Atanı baladan ayırmaq nədir? Nə danışırdın sən? Atan baladan Lamanı, atasını... Ləman atası sən nə? Onunla nə dəxli var ki? Lamanın atasının evi deyil ha, o ev. Yəni sözünə qüvvət verirəm. O ev mənim atamın evi. Atdan mənə qalır. O ev ata yadigarıdır. O bıçağı biraz qırağa qoydu. Hakim fikrimi şey deyə bilmirəm. Biraz qırağa qoyuram. O evdə mənim atamın ruhu var. Yazıq atam, ay ata, nələr çəksən sən məndən şeylə. Atamın elə bir ruhunu satıram da elə bir növ evi satanda atamın ruhu da evin içində. Yoxsa mənlə qalacaq ki, deyəcəm, bilmirəm ki, mən deyirəm, naxələflik eləmirəm ki, belə ayrılırıq, elə bilirəm, atadan ayrılıram. Atanın yeridir, əsas 300 min olsun. Sən qadan hala. Amma sadiyim, evi satandan sonra bir 1000 manat götürəcəm, atamın sinə daşını 500 manat. Yox, atamın sinə daş qaşmır, belə qalıb da. Onsa keçən dəfə getdim, baxdım ki, torpaq özü sərtləşib betonlaşdı, elə də durur, normaldır. Mənim Fazillə işim var, mən durum deyim, mən gələnə kimi bunu qəşəng pişir, elə bir kartoşkana şoy göstər. Soydum evi bununla. Geldim. Evim yıkılıp ay bacım. Ne olub? Elin obanın aksaqqalı yoktu, iti. Başıma. Yurdum yuvam məskənim itkin düşüb, yoktu uğurum, ay anam, ay bacım, yoktu. Bir düymə olub, bir ne bileyim ne olub, itim yoktu, görməmisən anam. Belki bura gelip. Ürəyim düşdü Qızılgül. Sənin ərin niyə bura gəlsin? Nə gəzir sənin ərin mənim evimdə? Ne bozarırsan? Dedim belki indi sənin ərinin yanında gəlib, sənin ərinlə bir yerdə olub. Sadiqin yanında olub? Sadiq? Bəli, Sadiq olub. Bax, onun da əri sənin ərin kimi Sadiq olub. Amma yox, kişini evdən didərgin saldınız. Bezdirdiniz. İndi o da ailəsinə qarşı vəfasızdır. Ay vəfə, hirslənmə, o mənada deməz, başım gedib, elə bildim ki, kişi Sadiqdir. Nə? Nə danışırlar? Sadiq kişidir də. Sən ağzının danışığını bilmirsən. Nə aləmi qatmısan bir-birinə. Gəl keç görüm işin var. Ay vəfə. Ağzına bak. Ay vəfə. Qalmışam səy suyu əlində. Fazil, uzaqdan baxıram, işləyəndən elə bil, üzünə nur gəlib Fazil. Tutaq ki, gəlib sonra. Tonuna bax, məndən. Yəni, bax, belə fikirləşirəm ki, nə yaxşı mən bacımı sənin kimi bir şəxsiyyətlə evləndirdim. Elə bir nəslimizdə o boşluq vardı, gəldin o boşluğu doldurdun da sən. Davam elə. Davam elə deyəndə hər yerdə demişəm ki,
Fazilin təmiz ürəyi var, təmiz vicdanı var. Ləyaqət maşına, sonra nə var? 2 dənə diplom var. Ay, mətləbə gəlir. Bura nəyə gəlmisən? Fazil, vəziyyət belədir də. Mən bu Sevgi qalan ev Ləmanla, qızımla. O ev düşüb plana. Ev bugün təhvil təslim eləməliyik. Baya düşsən qadınam. Orada problem ondadır ki, mən indi bu Sevgini duyğu olan ev aparsam problem olacaq. Salam. Bu hələ də bunu sürür. Hani əməl lazım da, eşsən. Mən duyğu olan ev aparsam Sevgi problem olacaq. Deyirəm, bizə günlük sizdə qala bilərlər. Nətər? Axtarım, tapıram. Axırda harda tapsam yaxşıdır. Damda. Qaragüncəm, dırmaşmışam dama. Dur ayağı bura gəl. Az işim var. Söz danışıram, axı mən belə danışa bilmirəm, gəl burada. Yavaş yanarsan. Qaragüncəm, dırmaşmışam, mən boydadım dama. Almışam uğuru belimə. Atmışam çiynimə. Aparıram. Ay sən az bu. Güc bəla ilə, bacı, güc bəla ilə düşmüşəm bunu damla. Bir dəfə də gedib dırmaşıb ay bacı hara? Qonşunun pəncərəsinə. Yazıq canım, yenə qonşu ilə. Dur bir dənə bura gəl. Az yaxşı, hə, yox. Bir dəfə də çıx. Az belə danışa bilmirəm, deyirəm sənə də. Çıxmışam qonşu ilə. Az bir dəqiqə. Az bir dəqiqə. Götürmüsən uğuru. Eləmə. Atmışam çiynimə. Apar. Az ölürəm mən, inanırsan. Məndə beli başqalar yoxdur. Ölürəm. İndi də yoxdur. Qabaq içomuzdan. Gündüzlər qaçırdı, tapa bilirdim. Ay, bak. İndi bu gecə yatmışam. Elə fırlandım ki, əlimi atım uğurumun ya. Gördüm əlim boşa çıxdı. Ay bacı, mən neyniyim? Danışdın. Sənə bir bacı məsləhəti. Elə yatanda öz ayağından onun ayağını zəncirlə. Heç belə o bir dənə tıqqı eləyəndə sən də tıqqı elə. Az sən mənim uğurumu tanımırsan. Mənim uğurum ərdöyrə. Mənim uğurum nər oğlu nərdir. Ay bacı, ifləmişəm, ipi qırıb gedib. Zəncirləmişəm, zənciri qırıb gedib. Az qalmışam belə gidarsan. İşte ya, görüm Bir haran daşın salın başıma ay bacı. Az bir dəqiqə dayan, ulama beynimə görüm nə fikir gəlir. Sərəngül. Qızılgül. Hardaydı Azu? 100% orada. Bir dənə aç oranı. Aç. Onları yox. Az ayaqqabım ağzını qoy ora. Orada zınqrov var. Başqa nə var? Elə zınqrova deyirdim. Neyinsən buna? Gəl sənə bir yaxşı bacı məsləhəti. Deməli, tapanda uğuruvu, bu da uğurlu zınqrovdur. Elə onu boynundan belə az, hara getsə, belə ding. Ağa belə. Həri. O boy səs kişi ya. eləyəcək, neyniyək dayı, neyniyək? Bir də sənin özünə lazım olan, amma məsəl qalarsan ha. Az yox, mən birinci öz danam üçün təzəsini alacağım. İkincisi də, hər dana sənin danan kimi deyil ha. Mənim danam sözə qulaq asandır. Get da işində ol. Çox sağ ol bacamı, yenə də görsün xəbər elə mənə. Yaxşı. Qurban olum. Hey! Ha, Qapı oradadır, sən hara gedirsən? az başımı itirmişəm. Başımı itirmişəm. Yeri day. Can ay uğurum, ay. Sadiq, onda gərək mənə halallıq verəsən. Halal xoşun olsun. Nə inəmsən halal xoşun olsun? Yox, mən gərək kişi kimi etiraf eləyim. Nəsə var? O yadındadır, biz də evdə divanda oturanda mismar batdı sənə. Bu dumran gibi sümüyümü tızmışdı. Nə zülüm çəkdim ha. Onu mən eləmişdim, halal elə. Sən eləmişdin? Meyvə sehri məhkəməyə verdi, sən özün izahat yazdın, qol çəkdin, həngam oldu, bir ay geçər məhkəmə. Bəndi niyə deyirsən bunu? Sən nə qədər uzatdı qırıq adam. Neyse, eyb yox. Sən beləsən, sən belə də qəbul eləmişik, oldu. Gedək, mən gedə bilərəm qadana. Yox, birini də deyim. O yadındadır, baş ağrı dərmanı istədin. Hə. Sənə qarın ağrı dərmanı vermişdim.
Sən nə şəxsiyyət adamsan? Kamranın sünnət toyuydu. Mən məclisdə oturamadım. Bütün gün ayaq yolunda qaldım. Gələn qonaqlar mənim üzümü görmədi, küstü getdi. Ay sən nə qədər xarab. Yaxşı da, dayı ikinci dəfə toy elədim, vəziyyətin düzəldi də. Lənət sənə kör şeytan. Başqa nə var? Nəsə var yoxsa? Yox, halal elə. Hə, halal haram xoşun olsun ha. Biz axşam gələ bilərik sizə belə keçə bilərik. Sifətələri əlində Hə, gəlib qalarsınız. Salam, bazar olsun. Oldu. Nə qədər zat qırıq adam. İştəyəm, mən. Ha, bildim də. Gedin işləyin. Ay Vəfa, Ay can. axır vaxtlar pişirdiyin yeməklər çox dadlı olur. Dadlı olar da, çünki mən onu tam təbii, kimyəvi qatqısız, soyuq sıxımla əldə olunmuş patron günə baxan yağları ilə bişirirəm. Deyirəm də, başqa yerdə yeyəndə belə tamlı olmur. Başqa yer nədir? Sən başqa yerin bitdi da, evdə. Başqa yer ha. Qısqanmağı əla oldu. Evə gələndə həm yeməyim hazır olar, həm də patron yağından hazırlanmış yeməklərlə sağlam qidalanaram. Uğur, deyirəm nə yaxşı oldu biz onu aldıq. Yoxsa əli boş getməyib biraz yaxşı olmurdu. Bura bax, bu gün qəşəng görsənizə, amma biraz şux ol. Cald ol, cald ol. Hava soğudu, cald. Ay! Ay ayağım! Ay! Ay! Şükür ha, şükür. Heç nə olmadı. Nə heç nə olmadı, ayağım vurxuldu ya Uğur. Əşi, evdə oturacaqsan, ayağın güzəliyi. Əsas olur ki, biz ona heç nə olmadı. Getdik, gəl. Fazil, dedim mənə mebel lazımdır. Sən nə dedin? Dedim ki, mebel istəyirsənsə, Qafqazın ən böyük mebel şəhəri olan bizim ev mebel şəhərində 100-dən çox brendin mağazası var. Əla. Həm yerli, həm də digər ölkənin yumşaq, yataq, qonaq, mətbəx mebelləri var. Əladır, əladır. Mən dedim, nə köməklik eləyə bilərsən? Neynədin sən? Mən də bir dənə mebel sifariş verdim, birbaşa çatdırdım sənin evdə. Sənə dedim, axı, mən mebeli duyğu olan evə arım. Sən niyə sevgi olan evə alıb yollamsan? Mənim evimə niyə problem salmışsan? Əşin, narahat olma da. Həmin mebelin eynisindən də o bir evə göndərərik. Bizim ev mebel şəhəri varsa, bütün evlərdə əmin-amanlıq olacaq. Əla. Fazil, hara getsən? Sadiq, bu ayaqqabılar köhnəlib, aparım verim Uğura. Bunu belə vermə də. Gördün, smart boyaları ayaqqabını həm tərtəmiz elədi, həm də par-par parlatdı. Aparıb verə bilərsən. Yo, da gedəsi olmadım. Niyə? Bu təzə ayaqqabı oldu, özüm geyinərəm də. Sağ ol, Sadiq. Sağ ol. Patronun, Bizonun və Bizim Ev Mebel şəhərinin baş sponsorluğu, Smart boyalarının xüsusi sponsorluğu ilə iki qapı arasında serialı reklamlardan sonra davam edir. Ay uzun saç, qara göz, ağıllı kukulam mənim. Gəl əlifba oxuyaq, sən şagird ol müəllim. Bir də görüm Ay bala, bura konser salondu. Ha, bu nədir lavaq girən mahnı? Ha, oxuyanda da biraz kişi mahnısı oxudan. Bu nədir? Dur, hansı mahnı? Hansı? Bir misal çək də gör. Boynuzumda ot gətirmişəm, sinəmdə süd gətirmişəm. Ay, o şəngilim deyim. Mən də repertuar elə zəngin deyim. Alver nə yerdədir? Bir dənə sən mənə Alver dənə. Ay müəllim. Sirf edirsən banka. Ay müəllim, Alver rəng istəyən qədər. Dur bir doyandana gör nə deyirəm. Hadi dənə. Tərəziyə barmaq eləmişəm. Biraz vicdan pis ol. Hər 1 kiloya 300 qram atıram. Nə istəyirsən? Heç də elə səndən bunu istəyirəm. Mənə belə şərəfsiz deyil, alçaqlıq elə cəmaatın haqqına gir, müdürünü dolandır. Həm müdür nə istəyir ki? Müdür saçı diribaş olsun, varlanmaq istəyirəm. Nə qabağa düşüm. Biraz şey oldu amma meyil yox. Yaxşı yürüyür, normal yox. Bugünün alveri. Ah. Yazmışam. 1200, 1200. Minus 1200 də mən bugün alverim minus. Mən nə deyirəm? Deyirəm hər 1 kiloya 300 qram atıram. Bən nətər olmalıdır ki, orada minus 1200 çıxmalıdır da.
Mənə atsan hər kiloda 300 qram. Qan qarışırsan. Oğlum, maşın təkərini bir tane var, bir şey var onunla şey ya. Maşın təkərini çalacağım onu şey. Bir tane neyəsən ki? Bir tane bu gün mağazadan ləğv eləyəcəm. Hardasan Ayma? Gel gör kızın ne eziyet çekir. Azı çiğ-çiğ səsimi də başıma salıb bilmirəm nə deyirsən. Amma baxıram ki, bir yeri 5 dəfə süpürürsən. Bildik də, bildik. Paltarları da sər. Sən bilirsən ki, qışdır. Qışda bu dipcəklərə, bu çiçəklərə xüsusi qulluq lazımdır. Biri dayanmayın mənim üçün. Əldən zirək ol, əldən zirək ol. Onu eləməlisən, paltar asmalısan, bunu eləməlisən, çiçəkləri sulamalısan. Bəsdir də sevgi, bu mən eləyəsi deyiləm ki. Ne olur bir elde sen kömək eləsən. Səndən gözləməzdim. Deməli, mən sənə kömək eləmirəm. Az bəs bu kömək deyil, dayanmışam soyuğun içində. Dona-dona deyirəm onu süpür. Paltarları belə qəşəng, ayrıca hamısının bir-birinin rəngi qatışdı. Səliqə ilə sər, tozu, torpağı, çiçəkləri və səhərdən səni anladıram. Qızım, bəs bu nədir bəs? Kömək deyil. Yaxşı. Nə? Deyirəm yaxşı. Yel eləməyə, o yaxşı deyil, deyirsən ki. Gəl otur təpəmdə, yaxşı. Bu nə daz? Yemək yandı. Yemək yandı. Səni yanasan qız. Səni parça tükü olasan qız. Buna bax, bunu da qoydu burada. Öldün, harda qaldın? Bir dənə qalsın söndürmək nədir? Çıx gəl görək bu, bir şey olar. Nə oldu az? Söndürdü, yandı yemək, hə? Ne oturdunuz? Ne oturdu? Oturmaya gelmişsin bura. Duruşlar tökülüp kalıp bu. Atalar düz deyib elə. 40 il bir baldızla qalmaqdansa bir gün küşədə qalaram ondan yaxşıdır. Tütülme burada, dur ayağa görüm. Bey. Otur Ayna, durma. Ne oldu bas? Bu ne danışır? Ne istersen anamdan? Bibi kurban sen karışma. Bir gün sizde kaldım. Anama gün verip ışık vermedim. Nasıl da? Danış kızım, danış. Bu da bunun tərbiyəsi. Bu boyda, tikə boyda uşaq bibiyə gör nə deyir. Sənin verdiyin tərbiyədir bu. Uşaq gördüyün danışır da Vəfa, nə deyir ki? Anam düz deyir. Aha, heç yaxşı olmadı. Durun ana bala, döyün burada məni. Döyün Vəfanı. Bunun danışığına, bunun tərbiyəsinə. Yox, nə deyir, səhv bir şey deyir. Bax, bir gün sizdə qaldık, mən eşək kimi işlədirsən, belə şey olur. Az yazıq, sən Allah, mən də belə... Ay əhlikən, mənim uğurumu görən olmadı, turp oldu yerə girdi. Can, sizə qurban olum mən. Sizə qurban olum mən, ay qardaşlar, ay bacılar. Uğurumu görən olmadı. Can, bacı, buradan caq qardaşlardır, bacılar o bili paradkada. Uğurum yoxdur, yetim, yoxdur. Görmüsən uğurumu, kim görür? Can, bacı, deməli belənsə də, uğur, yəni mən oturmuşdum divanda. Hə? Qarmonum da yanımda, həmişəki kimi. Hə? Birdən qapı döyüldü. Açdım, gördüm kim? Uğur. Əşi yox, Uğur nədir? Pirvəli. Piri, sən uğurumu görmədin. Mən də işdə bir gün yolla gedirdim, klarnetimi silirdim. Birdən ayağım ilişdi, yıxıldım birdən-birə, dəydim üz üstə yerə. Bir də gördüm kim gəlir? Kim? Uğurum gəlir. Əşi yox, Uğur yox, Vəli gəlir. Vəli, başa dönərəm, sən görərsən Uğurumu. Uğuru mən oturmuşdum maşında, Ucqar dağın başında. Birdən özümü otladım, tez maşını xotladım. Heç hara sürdüm bilmədim. Yox, mən Uğuru zadı görmədim. Görə salamatçılıq da, bizə ki heç nə olmayıb qardaş. Burada deyiblər, oğlanlar əskər gedir, kül qızların başına, kül olub başına. Elə demə. Uğurum yoxdur, uğurum iti. Tapılar da, tapılar. Qardaş, bir dənə orada Segah Mibibol ver. Mibibol nə də? Ay yox, bibimizi hardan tanıyır? Dimidrol istəyir, bax o aptekdə olur. Mol deyir, açılışı var idi ya, bizi buraxmadılar ha şəhərdə. Həmin mol deyir. Ora! Eşidirsən, açılış demişsən. Ay Vəli, sən keçən dəfə burdun ha bizi. Nəsə elə biləm ki, sən orada nəsə elədin.
bir dəqiqə dayanın da. Ay bala bir sakit ol da. Sənin səsimin tonunu qaldırım. Sevgi, 50 dəfə demişəm səsimin tonunu qaldırmağı vadar eləmə. Səbir ol, təmkinli ol da, qadam. Qadasını alım qardaşımın da. Bacı, sən mənim canımsan, bir dənə canım bacım var. Bacı, sən də qələtlik elə, otur yerində. Ay, sənə qurban olum. Yaşından, başından ta, öl yeri ki, xəcalət çək. Vadar eləmədən mən dişimin dibindən saat çıxan deyim. Ay, qadan alım, ay, qurban olum, ay, bacı, qadan bir sus da, bu, qadan alım. Sağ olsaydıq, yaxşı dedi. Bilirdim arxamda durasın. Lan. Ay vəfa, sən özünə əl al. Gəlindir də, bu gün var, sabah rədd olub çıxıb gedəcəklər. O uşaq da qələt eləyir, başını daşdan daşa döyür. Valideynlərin gördüyü tərbiyyətdə. Ya, indi Fazil böyükdür, 2 dənə diplom var, istər-istəməz düz deyir. Uşaqla uşaqlıq eləmək olmaz. Biz də sabah çıxıb gedirik də. Ona görə də bunların ev yəsi kimi ölsünlər, yerə girsinlər ki, bax, belə qonaq saxlayırlar, xəcalət çəkin, ölün, yerə girin. Ay, qurban olum sənə, ay bacı. Nə bacı? Nə? Mən düz demirəm, Mənim ərim düz deyib, belə qələti özünüz eləyirsiniz. Deyir nə var? Sağ ol bacı, biz doğmayıq ha, bu yad oğludur, bu yadlı, bunu qədəsən, bu Sən doğma, özümüzdür sən mənə İstəmə, əks ol, ərvat dağılında ki, istəmə. Elə qovaram ki, gedərsən o bir evə, ha. Laf elə, sağ ol. Nəysə, şeytan lənət, şeytana lənət. Allah, şeytan lənət, bacı. Lənət şeytana. Hə, şeytana. Şeytana lənət. Heç nə, olur Allah, da şeytan bacı qardaş lənət. arasında. Belə Şeytan şeylər lənət. olur. Gəl sən öpün bacı. Ya. Bacı sən. Mən öpməm. Bir kardeşin vuruyor ne diye oy. Oy. Ne olur, niye ağlıysan? Bir takır, uğur kişi, bir tak. İki kişisən, bir bitiyə görə ağlıysan, ayıbdır. Bir təcür ağlamıram, ben uğur kişi. Sadık o bir tanı benim üstümden kırıp. Göm. Ay, bax balaca göyərti var, ona görə ağlamağa dəyməz, iki kişisən, bəs ayıbdır. Balaca göy ol, buna deyirsin. Balaca göy değil, ne tər vursa tam tutun ev vur. Bunu... Ay. Kolumsuz olayın ay uğur kişi. Ay, bəsdir, ayıbdır. Sızıldayır nə də? Ay, sənin hələm sümüklərinin göynəyən vaxtı var. Hələm sənin belindəki 10 santlıq grija ilə dostlaşıb belə gəzən vaxtların var. Nə deyir abi? Bütün günü ayaq üstə duracaqsan deyən ayağındakı trombon fasadları var, yəni 5-10 ildən sonra. Ay, narahat olma, düzələn şeydir. Sağ ol uğur kişi, sağ ol. Buyur qardaş, buyur. Buna bax, Qızılgül görməmsən. Qızılgül gəlmişdi. Nə soruşdu? Ne soruşdu? Birinci beyləri soruşdu, sonra Koroğlu soruşdu, bir də çobanı soruşdu. Ay, məni soruşmadı. Səni də soruşdu, dedim ama görməmişim. Bilmirəm, nə olub ki? Nəsə, uzun söhbətdir, qoy sir qalsın, sonra biləcəksən, narahat olma. Mən də gərək cəmaatın biraz gediş-gəlişi az olan yerdə fırlanım ki, məni görməsinlər. Gediş-gəlişi az olan yer deyirsən, bizim mağazaya necə gəlmişsən? Ay, bura girib çıxan olmur. Elə ona görə də ən gizli yer buradır. Hə, burada gözləyəcəm. Sən darmadağın oladan ha. Ay Fazil adamsan adam, balastan normal xorla səhər açıldı yatanmadım axıma. Ay bacım, bu yuxuda nəsə narahat işlərlə məşğuldur. Belə adam xorlamıyor, bu nəsə yolla. Bacı! Hə, nə oldu? Ha, sən 20 ildə aynə yaşırsan. Belə adamsan sıxara, bu nə xorunsun? Ay bacı, boşluğa dönüm, yatanmıram axı, mən beynim pozuldu axı. Sadiq, öz evimdə özüm bilərəm necə yatıram. Xoşun gəlmir, get o bir arvadın yanına.
Ne? Ne? O bir sarvad yandayat ne deyir? Yok. Şey deyir da, ay bala bunu görsən yuxuludan ha. Ha, atamın o bir sarvadın deyir, o məni həmişə o yatışdırırdı. İndi ölübdü, qarğış eldi ama derkən o torpağına gir, düşmüşdü ya Allah'ım. Qarğış eləyirdi, ay bala. Qurban olum, yaxşı da bu qan qarğışla yaşamaq da öyle. Çıxaq çöldə qalaq, razıyam ama qalmayaq burada da. Görsən sən ərin neynədi? Ha, bir gecə bir yerdə qala bilmədi ki, qatdı qarışdırdı, deyir opsiyonu, bubursunu, qatı qarışdırdı, hər şeyi dağıdır. Ha, deyirəm bundan boşan, mənim pişikləri doğub, bir ikisi gətirib tulun başın qarşısın. Bunu ləğv eləyək də, bu evdə xahiş eləyirəm. Bilirsən, mənim qarşımda mənim həyat yoldaşımı alçatma. Bildin nə var? Fazil düz deyir. Bir də ki, incimə, qardaş. Gəmiyə oturub gəmiçi ilə dalaşırsan ha. Gəmiçi kimdir ha? Mənəm gəmiçi. Sonrası. Ha, nə olar? Sizin gəminizi aparım Azberqə çırpım, darmadağın olsun. Məndən də pis adam yoxdur. Bacımın ailəsini dağıtmasam, məndən şərəfsiz qardaş yoxdur. Mən gör, şəxsiyyət, belə şəxsiyyət o nəyə qaldı? Da qarnım belə sıxsam, mıncırğı sıxır. İşte sevgi əyinin hasıra gələm siz aparam, qutardı getdi. Şəxsiyyətə bax, hala belə şəxsiyyət olur. Sadiq, başım qurban. Sən Sadiq! Gecə vaxtı hara gedirsən sən? Sən də yatmayıb sanki. Yo, hələ yatmamışam. Ha, bu... Ha? Vəfagildəydim, orada elə bir söz-söhbət olubdu. Bu sarı sevgi bacımda, sevgi bacımla Vəfanın arasında söz-söhbət düşübdü. O da Vəfa deyir, qovalayır da onlar evdən. Mən də fikirləşdim neyini, dedim aparım mağazada yer verelim, gəlim. Bax belə inanırsan, mənim ki yaşayış deyil, ölsəm canım qutararım. Ölsün səni belə baş sevməyənlər. Get yerbəyer elə gələrsən. Belə deyəndə istəyirəm yığışam təkcə bu evə, həyatım. Nəsə romantika vaxt deyil. Hardasan ay uğurum, sənə qurban olum ay uğurum. Gecə oldu gəlib çıxmadım, qurban olum sənə qeyd gəl. Sənə söz verirəm. Bundan sonra hər gecə ki mənim yanıma çağıracaqsan ki, Qızılgül gəl. Gəl məni masaj elə. And içirəm sən heç vaxt sözünü yerə salmayacaq. Həmişə çıxıb tapdalayacağım səni. Ay uğurum, qurban olum sənə, ay uğurum. Hardasan hayata? Mənə indi lazımsan, çöllərdə qalmışam. Oturmuşsan orada, meşə qırağında yiyibsirsən. Mən sənin balaq burada sürürsən. Sözümə söz ver, hardasan hayata? Ya zahirdən sən ne edirsən? Kef üstünde oy kefimize. Hey hey! Geldi çıktı oy meşenin beyi. Hey hey! Ata! Ay ata ne edirsən söz ver bana. Ya zahir dayı. Hay hay Leyla Leyla. Hey! Yaşadın ev, burada da yaşadın, orada da yaşadın. Ay yaşayamırıq, evimiz yaşayamırıq evimizde. Ata kadar alıp yoldaşlardan kimse yolla. Yalvarırım bana bir hay ver, bir de var yollama. Heyan olsun. Ay ata! Ay ata! Hey! İndi sen kimsen sesini çıkar. Bir de kol kestireceğim seni. Kimsen? Bismillah. Sadiq qardaş sənsən? Ay şüncülüm bacı ürəyimə əqimin altına düşdü. Nə qarsan mələfiyə pükələr, nə qarsan sən bu vaxt pükələr? Uğurumu axtarım, Uğurum ölsün uğurum. Səhər çıxıb evdən, hələ də geri qayıtmayıb. Bəlkə sən görmüsən. Ay bacım, qadınım, get evinə, gecə səni belə görərlər. Cəmaat elə bilər ki, kəndə cin şeytan dadanıb. Xahiş edirəm, get evinə, səni daşlamayım, xahiş edirəm, çıx get. Mən uğuruma haçan axtarım. Gecənin uğrundansa səhərin uğursuzluğu yaşdı. Xahiş edirəm, get, ay bala, bu nədir, belə şey yoxdur, problem. Ata! Adını tutmaq olmuyor, problemdir. Gəl, xoş gəlmisən. Nə tez gəldin belə?
Qapıdan çıxanda irpələn, bir bacı şeylər, gedib həll eləyəcəm də bir bacı yorğanam. Qəşəng çaysız içmişəm. Qonşularımız da bizdə də gedək bir yerdə içək. Qonşular kimdir ha? Qonşularımız da. Bunlar nə gətir ha burada? Mən dedim yazıq da, gecə vaxtı çöldə qoyası deyiləm ki. Dedim gəlin bir günü bizdə qalın da. Sən rəngə qurban ol. Bir günü yox həmişəli. Elə bir çaşdın da. Yox, bir günü üçündə mən olsun. Axşamın xeyir. Axşamın xeyir. Nə arsan, hancarsan? Sağlığın sağ ol. Deyirəm ay Sevgi bacı, nə yaxşı oldu, belə mehriban olduq. Hə, düz deyirlər. Düz deyirlər ki, bir oyun içində nə qədər çox qalsan, evə qədər ruzulu olar. Deyirəm ki, Sadiq razı olsaydı, həmişəlik qalardın. Hə, onlar nə olmur? Razısan qalaq? Ay yox, sən bu nətərdir? Deyir o, el elə sığır, ev evə sığmır. Bir hadisə yadıma düşdü. Bu məktəbdə valideyn iclasına çağırıbdılar məni. Mən də... Canım yanmasın. Sevgi bacı, sən bir dənə çayları dəyişə bilərsən? Hə, nəş dəyişmirəm. Həm də ləhcəm bunu oxşadı lap. Qopartdın, nə ömrüm, nə olub? Ləman atasıya nə deməkdir? Nə deyirdin bəyək sən? Hə? Atasıyam da. Hə, haçan oldun atası sən onun? Lamanın atasıyam, Sevginin də atasıyam. Səhər aslan kimi ikisinin də atasıyam. Heç birini saxlamayacağım. Bir günlük qalasıdılar, səhər ikisinin də atasıyam. Nə gör desən ki, saxlayaq? Səhv başa düşdüm mən də. Yəqin yuxulayıram. Nəysə, dur gedək yataq. Hə, zivri çıxmamış yatağa. Mən də gözlərim yumulur. Bəs gözün yumulurdu sənin. Nə oldu? Niyə yatmırsan ki? Fikrim otaqda qalır. Hansı otaqda Sadiq? Otaqda. Niyə? Otaqda deyəndə o tayda da çay çox içmişəm, ayıq yoluna getməliyəm da. Sənin yaşın artdıqca böyrəyin də işləmir. Hə, yaman ağrıyıram, canım ağrıyır. Durub gedim ora deyəmişə. Tez gəl də. Yat, hə. Sən rahat ol, mən gün narahat ol, sən yat, gəlləm, hə. Bax, bayaqdan haradaydın? Hamamdaydım. Nə qərdin hamamda? Hamamda elə. Biraz azım yudum, düşmüz azım yudum biraz. Nə gör deyəsən? Bir saat, geri gəldim. Hə, deyirəm, adam yadı evdə, narahat yadır, sən də delədi. Tıncıxıram. Elə bir dikan üstündəyim, inanırsan. Niyə? Sən yad evdin, istərsən adam dikan. Çay çox içdim, ayından narahat istəyirəm, gedim deyirəm. Bir dənə də ayaq yoluna deyim. Oyatmaram camaatı. Sakit gedim. Sən yat, sən yat. Yat da, xahiş edirəm. Yaxşı Sadiq, nə olar ki? Deməli sən məni uşaq yerinə qoyursan, ha? Gə bilmirəm də, sən Duyğunun yanına getsən. Bəlkəm olmuyor bu mənim ərim kimi Duyğun da əridir. Sizin qanınıza bəlgim, siz də baxın. Nə belə çıx çölə. Nə gəlsən camaatın ərinin yatdığı otaqda nə gəzirsən, ayıb deyil. Utan ölmüşsən bu. Şeytan ürəyimə girdi də, elə bildim ki, sən içərdəki. Mən nə gəzirəm camaatın yatdığı. Bir dənə səhər asıyla dolaq gedək də, boş göndərməm. Gir otağına yat. Gəl. Mən əlimi yuyub gəlirəm. Əlini niyə yuyursan ki, ara vurursan ki əlini? Bəxt çay çox içdim də, hər şey. Tez ol. Gəldim. Gedim, əlimi yuyum. Ay, əlimi yudum. Kimdə? Bayaq özüm yığmışdım. Baş işləyirdim mən də. Yada gedim, getməmişdim.
Papa. Telefonuma zəng gəlir. Allah. Ha kardeş. Ay o çoktan durmuşam. Sen ne kadar satsan? Ha kadınım ben de satıram ha. Elə həyatlar olsan aslında şeyle görüşək. Ne şey oldu. Başa düşmədim. Niyə o uşaq gəlib sənə deyir ki, papa sənə zəng gəlir? Papa zəng gelir de onu deyir de. Papa hansı papa sənə zəng eləyir? Roma papası. Roma papası Vatikandan sənə niyə zəng eləyir? Vatikandan zəng eləmir ki. Bahar. O Roma papası yok. Roma var, onun papası Moyka'da işləyir. Moyka'dan zəng edir ki, maşın gəl. Sən nə fikirləşdin deyiyorum. Bir də onu de. Elə fikirləşdin, Kamran mənim oğlumdur. Nə bilim, yuxuluyam da. Dedim, ağlıma hər şey gəldi. Ay yox, sən elə belə yuxulu qal. Sən ayılsan, mən batdım. Sarı bir şey, sən bu cür. Ay yaş nəsə, qanqarası olmasa, kendime ev sadım. Varranı, orada da qara harda. Salam. Nə yaxşı tanışsınız, nə söhbət edirdiniz? Heç elə havadan, sudan danışır. Yo, maşallah, havalar yaxşıdır, maşallah. Yox, körranı belə bil, fəsil o deyil. Ya niyə sular yaxşıdır amma, yaxşı durudu maşallah. Yox, hamısı bulanıb. Hər şey pisdir. Adam qocalar, ayağını uzada ölə bir, arsız yaşamaya ölə. Belə bir hava var. Razıyam səndən, hə. Yaxşı. Görürəm sizin söhbətiniz var ta, mən qarışmayayım. Ustalar demişdən, trekilişni. Yaxşı, mən getdim, sağ ol. Çox üzr istəyirəm, əlim çürükə tutmuşam, zanitdə əlim. Çeliyir, görüşərik. Başdan sağ olasın sən. Yaxşı, sağ ol. Gələm. Qəşək papkan var ha, xoşuma gəlir. Yavaş ya, bərəkətini qaçırdı. Uzaqlaşsın, bir şey adamdır, biraz nəfəsində var. Nəsə başım bıraq. Şeydir, haqq hesablaşaq, hər şey hazırdır. Köşmüşük, gir dağıt, ev səndədir. Nə? O məsələ qaldı. Nə məsələ qaldı, hə? Əli çəkim. Qaya düşəm, nə məsələ qaldı? O uğur kişi var ha. Allah onun ölənlərinə rəhmət eləsin. Ay, gecə yatmadı, mənə bir dənə plancızdı. Dedi nə evə lazımdır, 20 evi söküb cəmaata xeyir versən, hə? Bir evi sök, yolumu çək də. Uğur dedi. Uğur dedi. O bir ev mənim evimdir. Yox. Deməli, məsələ nətər oldu? Kəndin girişi var, oradan bu metro kimi yerin altını qazıram, gəlirəm kəndin ortasına, düzdür, oradan çıxıram yuxarı. Orada bir ev var, onu sökürəm, bir də girəm yerin altına, kəndin ayağından çıxıram. Kimdə bir ev kimdir? Uğurun evi. Mən elə bu boyda həngamə, iki aləm dəyət bir-birinə falan behman, amma qazanan uğur olur. 300 mini uğur qazandı. 300 min niyə? 400 min. 400 min pul götürdü bu söhbətdən. Hə, də gecə plancızı bax. Çox ağıllı, təmkin adam. Sən belə, onda sən şey eləmə. Burada səs küçüyü gəlsə fikir vermə, evdaşlarda şey qırışılır. Uğur kişinin evini dağıtmağa traktor çağırma, yaxşı? Gedirəm Uğur kişinin evini özüm dağıdam. Olur! Deyirəm, 20 ev buradan qabağa düşdüm. Bir traktor da oradan. Bunlar nə uğur adamdılar. Hep biraz kişi mansı oldu bana. Bir böylece kişi mansı oldu bana. Ne mansı? Ben ellerin kadını. Sinemde süt getirmişem. Uzumda o. Beyreydi, sen kız, Ilgül. Yok. Aha, peki balıyla. Gelmişim. Sen de sakin ol. Öl yere gir, biraz temkinli ol. Sen de böyüksen, böyük yerini bil. Galet ele dilini bil. Ay, Sadık etmez. Sana koysam mındırığı çıkarsalar tekrar. Şəxsiyyət budur, ayak altında yadır. Şəxsiyyət bu kadar karnına bile bassam, mınzırığı çıxacaq çalaq. Tərbiyə et. Fikrim orta otaqda qalır. Hansı otaqda Sadık? Orta otaqda. Hə, niyə? Düz deyirlər ki, bir damın altında barabar yaşayanda rozulu olur. Ha, git otağa əlimi yükələm məndə. Niyə əlimi yürsən? Kəraq vurdun kəlimi. Ha, çay çox içmişəm.
oturmuşdum maşında. Ha, Ucqar dağın başında. Olur. Birdən özümü otladım. Bir dənə orada Segah Mimimol ver. Mimimol nə də? Patronun, Bizonun və Bizim Ev Mebel şəhərinin baş sponsorluğu, Smart boyalarının xüsusi sponsorluğu ilə iki qapı arasında serialı başa çatdı.